A-News televiziyasının direktörü Rüfət Həmzəyev Real TV'nin aparıcısı Vəfa Ağabalayeva ilə ailə həyatı qurub. Doğru Xəbər maqazin xəbər verir ki, bu barədə Baku Post məlumat yayıb. Belə ki, Vəfa Ağabalayeva bugünkü efirə Həmzəyeva soyadı ilə çıxıb. Qeyd edək ki, Rüfət Həmzəyev 2020-ci ilin fevralından 2024-cü ilin iyuluna qədər Azərbaycan Dövlət Televiziyasının sədr müavini postunda işləyib. Vəfa Ağabaliyeva da Real TV'dən öncə Azərbaycan Dövlət Televiziyasında fəaliyyət göstərib. Onu da qeyd edək ki, bu hər iki şəxsin ikinci evliliyidir. Allah xoşbəxt eləsin.